Şair Xəyalı Muxtar qızı yazıb ki, kaş ki kaş deyərək yanmazdı insan. Kaşkilər içində boğulmayaydı. Kaş ki xoşbəxt olub gülərdi insan, ya da ki əzəldən doğulmayaydı. Kaş ayrılıq ölüm heç olmayaydı, əbədi olaraq yaşardı insan. Kaş ki bu dünyada qəm olmayaydı, nifrəti bilməzdi, sevərdi insan. Kaş ki bircə dəfə sevərdi insan, həsrəti hicranı heç dadmayaydı. Kaşkilər içində boğulan insan, itirib sevdiyin axtarmayaydı. Kaş ki şər qarışıb gecə olmazdı, isti günəş batıb soyuq olmazdı. Dönüb ötən günü seyr edən insan, kaş ki o gözlərim qəmdən dolmazdı. Kaş ki o gözlərim qəmdən dolmazdı.